Bayaq dedik ki, tələbələr sizi çox belə möhtəşəm yola saldı və çox xoşudur bunu görmək. Amma az vaxt keçdi və bir qalmaqal oldu. Həyatımda ağlıma gəlməzdi ki, sizin adınız belə bir qalmaqalda istifadə olunar, hallanar və ümumiyyətlə sizlə bağlı belə bir qalmaqal düşünmürdüm ki, ola bilər. Bu muğam müsabiqəsinin qalmaqalı ilə bağlı. Cəfəngiyatdır, ağızlarına gələni danışırlar. Bilirsiniz nəyə görə bunu soruşuram? Çünki Alma xanım orada dedi ki, mən deyir, getdim, oxudum, mənə dedilər ki, uçsana gəl 5 min. Alma xanım deyir ki, mənə deyir 5 min dedilər ki, gətir ver nə bilim nəsə fonda. Hansı fonda? Bilmirəm. Onu Könüllü bir dənə fonda. Sizdə fond var idi. Sizin adınızdan kimsə danışır? Kimsə gəlib danışır. Mən ona şey eləyərəm, nə danışsın? Yəni, heç cür yaraşmır da. Yəni, bu tərəfdən qoyursan o sözü sizin yanınıza, bu tərəfdən qoyursan, heç cür yaraşmır, uyuşmur. Şeydə danışırlar. Şahların dalğıcan həmişə danışırlar. Sizi narahat eləmədi bu? Ha? Narahat eləmədi. Mən zəng elədim, cəfəngiyatı boş sözdür. Mən niyə reaksiya verməliyim buna? Boş söhbət, cəhənnəm olsun. Geçsin, sübut eləsin. Amma bir siz adamın adının o qədər şeylərdə qarışdıranda adam narahat olur. Rusça bir dənə ifadə var. Onu bu arada bu söhbəti çıxardı. У меня настолько безупречная репутация, что его давно пора испортить. Ну, не таким образом. Не надо таким образом портить.